Salam uşaqlar, bugün RFM testimizdən maraqlı bir sualı izah etmək istəyirəm. Burada aşağıdakı elektron saatın rəqəmlərindən istifadə etməklə yazıla biləcək 3 rəqəmli, deməli, kodlar yazmalıyıq. 3 rəqəmli kodlar. Hansı ki, həmin ədədlərin güzgüdəki görünüşü eyni olmalıdır. Özü ilə eyni olmalıdır. Əvvəlcə biz burada istifadə edəcəyimiz ədədlərin də güzgüdəki görünüşləri eyni olmalıdır. Onlara fikir verməliyik. Bizim əlimizdə olan rəqəmlərdən sıfırın güzgüdəki görünüşü eynidir. 1-in də güzgüdəki görünüşü eynidir. 2-nin güzgüdəki əksi eyni deyil. Təxminən belə bir şey olur, düzdür. 3-ün də güzgüdəki əksi eyni deyil. 4-ün də eyni deyil. Mən onların güzgüdəki əkslərini göstərim. Əlbəttə ki, eyni deyil. 5-in də güzgüdəki əksi eyni deyil. 6-da da eyni deyil. 7-də də eyni deyil. Belə bir şey görünəcək güzgüdə. Bəli, 8-də eynidir. 9-da da eyni deyil. Deməli, bizim əlimizdə olan istifadə edə biləcəyimiz rəqəmlər hansılar oldu? 0, 1 və 8. Həmin rəqəmlərin güzgüdə görünüşləri eynidir. 0, 1 və 8. İndi həmin bu rəqəmlərdən 3 rəqəmli kodlar düzəltməliyik və güzgüdəki görünüşləri yenə də eyni olmalıdır. Həmin aldığım 3 rəqəmli ədədlərin də güzgüdəki görünüşləri eyni olmalıdır. Artıq burada biz palindrom ədədlərin nə olduğunu bilməliyik. Palindrom ədədlər. Palindrom ədədlər sağdan və soldan oxunuşları eyni olan ədədlərdir. Məsələn, 1, 2, 3, 2, 1 yazsam əgər, bu ədədin sağdan da oxunuşu 12321-dir. Soldan da oxusaq, yəni bu formada da oxusaq, yenə də 12321-dir. Yəni, sağdan və soldan oxunuşları eyni olan ədədlər palindrom ədədlər adlanır. Biz bu qaydanı misala tətbiq etsək, 3 rəqəmli ədədlər düzəltdiyimizə görə, məsələn, düzəldə bilərəm. 3 rəqəmli ədədlərə nümunə verirəm, palindrom ədədlər. Məsələn, 121, sağdan da oxunuşu eynidir, soldan da oxunuşu eynidir. Bizim də əlimizdə olan rəqəmlər 0, 1, 8-dir. Bunlardan düzəldə biləcəyim 3 rəqəmli ədədlərdə bura fikir versəz, baxın, 3 rəqəmli ədədlər düzəldiriksə, birinci ilə axırıncı eyni olmalıdır. Yəni, mən birinciyə 0, bir də axırıncıya 0 qoysam, burada əlbəttə ki, mənim üçün 3 dənə seçim yaranır. Birinciyə 0, axırıncıya 0 qoyanda ortaya 1, 8, bir də 0-ın özünü qoya bilərəm. Çünki təkrar ola bilər və kodun istənilən rəqəmi 0 da ola bilər. Eyni qayda ilə birinciyə 1, axırıncıya 1 qoysam, burada da yenə mənim üçün 3 dənə seçim yaranır. Ortaya 8 qoya bilərəm, ortaya 0 qoya bilərəm, bir də ortaya 1-in özünü qoya bilərəm. Eyni qayda ilə birinciyə və axırıncıya 8 rəqəmini qoysaq, ortada istifadə edəcəm 0, 1 və 8 və yekun olaraq əlimdə neçə dənə palindrom ədəd yaranır, yəni güzgüdəki görünüşünə eyni olan ədəd 9 dənədir. Doğru cavab.